Herkese salam dostlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video geçmişten ve kanala destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza gelebilirsiniz. Burada çevrimler və kripto valyutalar haqqında məlumatlar, alış-satış siqnalları, şəxsi analizlərimi, airdroplar da paylaşıram həmçinin və müzakirə qrupunda da birlikdə müzakirə edirik, öyrənirik və öyrədirik dostlar. Hər birisi göstərəcəm, linki şərhlərdə olacaq. Gəlin video keçək. Bugünkü videoda dostlar kripto valyutalardan hal-hazırda 2026-cı il iyun ayının 3-də necə pul qazanaq dostlar? Bugünkü videonun mövzusu budur. İlk öncə dostlar, bu videoyu tam keçməmişdən sizlərə belə bir deməli birjanı göstərmək istəyirəm. VIX birjasıdır. Deməli 2-3 ildir təxmini fəaliyyətdədir. Sinqapur mərkəzi bir birjadır. Deməli bu birjanın üstünlükləri çoxdur təbii ki. Yəni gördüyünüz kimi P2P, yəni Azərbaycana təzə giriş eləyirlər. Futures, trading fee, copy trade, yəni gördüyünüz kimi bir çox demo trading də var. Bu Binance-da da var demo trading. Bir də VIX-də var. Səhv etmirəmsə digər birjalarda çox yoxdur demo trading. Yaxşı bir şeydir, çünki futures-i öyrənmək üçün trade etmək olur. Yəni məsələn Forex-dəki elə bir demo hesab kimi fikirləşə bilərsiniz. Spot deməli alışlar eləmək olur. Bir çox kripto valyutalar var. Həmçinin dostlar deməli səhm ticarəti də var burada. Futures və spot olaraq alışlar etmək olur səhmləri. Yəni maraqlı birjada həmçinin bir çox deməli üstünlükləri də var bunun. Sizlərə göstərəcəm referans bölməsinə. Burada bir dəqiqə spot yox. Deməli stok deməli ticarət olmalıdır futuresdə. Telefonda da yükləyə bilərsiniz təbii olaraq. Play Store-da var. Həmçinin kompüter və notebooklarda da istifadə etmək mümkündür. Gördüyünüz kimi bir çox kripto valyuta deməli həm futures üzrə, həm də spot ticarəti üzrə gördüyünüz kimi məsələn SpaceX falan burada gələcək. Yəni burada da alış edə biləcəksiniz və beləliklə ticarətinizi təhlükəsiz şəkildə edə biləcəksiniz. Həmçinin öz təhlükəsizlik fondu da var ki, 1000 bitcoinə qədər hər hansısa bir hacker hücumu falan olarsa, yəni bunu qarşısına almaq üçün. Bir də bunun maraqlı deməli tərəfdaş proqramı var. Sizlərə bunu göstərim. Deməli burada deməli gəlirik bura. Burada dəvətlərə keçirik. Gördüyünüz kimi dostlar maraqlı bir tərəfdaş proqramı var. Nədir bu maraqlı tərəfdaş proqramı? Burada daha çoxuna bıraq. Deməli dostlar, siz burada referans deməli kodunuzla mən bu saytı ümumiyyətlə linki paylaşacağam şərhlərdə. Referans kodumu da paylaşacağam, linki də paylaşacağam. Yəni referans koduna əlavə edib əlavə mükafatlar qazana bilərsiniz. Bir də linkdən də qeydiyyatdan keçə bilərsiniz. Deməli burada dostlar hər dostunuza görə 10 USDT futures bonusu verir. Yəni futures ticarətində 10 USDT bonus verir və bunu artıraraq çıxartmaq mümkün olur. Və əlavə məsəl üçün sizin referansınız 100 USDT-yə qədər depozit eləsə, bu 100 USDT-yə qədər də mükafat qazana bilərsiniz əlavə. 3 dostunuzu dəvət edib 50 USDT gördüyünüz kimi əlavə USDT də mükafat verə bilir. 5 dosta isə 80 USDT-lik futures mükafat verir. Yəni bu çox yaxşıdır. Demək olar ki, birjada yoxdur belə bir kampaniya hal-hazırda. Dediyim kimi linki şərhlərdə paylaşacağam. Həmçinin referans kodumu da paylaşacağam ki, əlavə mükafatlar əldə edə biləsiniz həmçinin güzəştlərdə. Gəlin kripto valyutaya keçək. Belə dostlar, gördüyünüz kimi bazar dəyəri hal-hazırda 2,32 trilyon dollarlıq bazar dəyərimiz var. Ümumi kripto valyuta bazarında Bitcoin belə bir məlumat paylaşmışdım ki, 65 bin dollarlara düşüb oradan əhəmiyyətli qalxış edə bilər. Yəni həcmli. Gördüyünüz kimi sizə göstərmə həqiqətən də 65 minə düşdü, oradan qayıtdı. Yəni biz elə belə boşda bazarda göz yormamışıq təbii olaraq. Gördüyünüz kimi 65 mindən qayıtdı. Belədir. İndiki gələcək ssenariləri nə ola bilər? ETF çıxışları, yəni kripto valyuta ETF çıxışlarına daxil oldum. Sizlərə belə bir şey göstərim burada. Tümünə girək burada Flowsa daxil olaq. Gördüyünüz kimi dostlar, son deməli 3, 6, 9, təxmini olaraq 15-16 gündür dostlar dalbadar kripto valyuta bazarından çıxışlar olur, ETF çıxışları olur. ETF çıxışları niyə önəmlidir? Çünki böyük oyuncular, yəni BlackRock'dur, JP Morgan'dır, məsəl üçün MicroStrategy'nin özüdür, holding şirkətidir, yəni böyük oyuncudur. Bu şirkətlər əsasən BlackRock və JP Morgan kimi şirkətlər əsasən ictimai şirkətlər olduqlarına görə müştərilərinə görə çıxışlar edirlər. Yəni müştəriləri satış əmri verir deyə onlar bunu həyata keçirirlər toplu şəkildə. Bu normal haldır. Lakin MicroStrategy əsasən gəlirlərinin demək olar
%99,99%-ni Bitcoin-a aldığı üçün əsasən dividend ödənişlərində Bitcoin satmalı olur. Bu məcburiyyətə girir. Ona görə də son vaxtlar Bitcoin satışları artıb. Həmçinin müharibənin təsiri və sairə də var. Bunlar kimi fundamental cəhətləri də var. Lakin hal-hazırda Bitcoin-in düşüş səviyyəsi bunlar gördüyünüz kimi gün ərzində deməli ayın ikisi 388 milyon, iyunun biri 440 milyon. Yəni bu cür həcmli çıxışlar təbii olaraq bazarda Bitcoin-in dəyərini aşağı salacaq və Bitcoin-dən qorxuya düşən həm institusional investorlar, həm retail investorlar da deməli, həmçinin treyderlər də short əməliyyatlarına həcmli şəkildə girdiyi üçün nəticədə kriptovalyuta bazarı dəyər itirir. Yəni bu normal haldır. Biz nə vaxt giriş eləməliyik dostlar? Əsas mövzu budur. Biz nə vaxt giriş eləməliyik? Bizim giriş eləmək vaxtımız dostlar, hal-hazırdakı kriptovalyuta bazarı bu cür işləyir ki, ETF girişləri artıq əhəmiyyətli artanda, məsəl üçün gördüyünüz kimi, deməli, may ayı tarixində, may ayı yox, aprel ayı tarixində əsasən girişlər başladı və nəticədə bu tarixlərdə Bitcoin artmışdı, yəni əhəmiyyətli. Gəlin buradan da göstərim sizlərə. Bitcoin'in qrafikindən də baxaq. Gördüyünüz kimi, deməli, aprel ayı tarixinə gəlir və görürük ki, aprel ayı tarixində, bir dəqiqə, 4 saatlığa keçirik, daha sürətli olsun. Gördüyünüz kimi, aprel ayı tarixində Bitcoin, bunu dollara çevirək, daha aydın olsun bizlərə. Deməli, dollara çevirək. Gördüyünüz kimi, aprel ayı tarixində, bəli, 76 mindən, yəni nə vaxt ki, artıq kripto, daha doğrusu ETF girişləri başladı aprel ayında. Gördüyünüz kimi aprel ayının demək olar birindən çıxış olub, sonradan əhəmiyyətli girişlər olub. Yəni nə vaxt ki girişlər başladı, Bitcoin artmaya başladı. Yəni biz hal-hazırda yalnız və yalnız ETF girişlərinə baxacağıq dostlar. BlackRock-da müştərilər alırsa, JP Morgan-da alırsa, MicroStrategy alırsa, yəni ETF girişləri artırsa, həcmli girişlər artırsa, bu zaman biz ümumi olaraq kriptovalyuta bazarına giriş edirik. Bitcoin alırıq, məsəl üçün XRP alırıq, Ethereum alırıq, Tron alırıq və s. və ilə axır. Yəni əsas kriptovalyutalara yatırımlar edirik. Solana alırıq, məsəl üçün BNB alırıq. Bunları alırıq, görürük ki, nə vaxt ki çıxışlar olur. O baxır sizin uzun müddətli və qısa müddətli yanaşmanıza. Əgər uzun müddətli yanaşırsınızsa, bu çıxışlar olan vaxtı, yəni əhəmiyyətli çıxışlara çatan vaxtı alışlarınızı artıra bilərsiniz. Lakin qısa müddətli etmək istəyirsinizsə, 10% oldu, sat. 10% düşdü, alın, 10% də satın, 15% də satın. İndi hər kriptovalyuta fərqli cür reaksiya verir. Biri 5% verəndə, biri 10% verir, biri 15 verəndə, biri 20 verir. Yəni əsas bazarda dostlar, etibarlı ticarət budur yalnızca. ETF çıxışları həcmli artanda, qorxu nisbəti 20-yə 10-a düşəndə alış etməyə başlayırsınız. Sonradan artıq girişlər olanda 15-20%-də, 10%-də satış edirsiniz. Qısa günün karı deyib mövzunu bağlayırıq. Və yaxud uzun müddətdə alış etmək istəyirsinizsə, dediyim kimi, bu qorxu nisbəti çox aşağılara 10-20 arası, hətta ondan aşağıya düşəndə və həmçinin ETF çıxışları həddən artığa çatanda alırsınız. Sonradan deməli ETF alışları gələndə dediyim kimi 15-20% istəyirsiniz bir hissəsini əridirsiniz, növbəti alışlara saxlayırsınız, istəyirsinizsə saxlayırsınız, yenidən düşəndə yenidən alırsınız. Yəni mövzu budur dostlar. Hal-hazırda kriptovalyuta bazarının mövzusu bundan ibarətdir. Bura hardan girə bilərsiniz? Mən CoinMarketCap-dən daxil oluram. Bayaq yəqin ki gördünüz. Deməli CoinMarketCap-dən hara daxil oldum mən? Gəldim aşağıya. Burada Crypto ETF net akış var. Buradan tümünə görə vurdum və sonra da deməli Flow-ya daxil oldum və gördüm. Gündəlik çıxışları, girişləri şəffaf şəkildə görürük. Belə dostlar, bugünkü video bu qədər idi. Ümid edirəm maraqlı oldu, ümid edirəm məlumatlı oldu. Yəni dostlar, mən sizə durub deyə bilərəm ki, bu kriptovalyutanı alın, yüksələ bilər və s. Amma yəni bu heç bir ağla sığmayan hərəkətdir. Biz niyə maksimum risk eləyək ki, bu bazarlarda? Düz 50-60 dollarla, 100 dollarla, 200 dollarla büdcəyə uyğun olaraq risk etmək mümkündür. Lakin mən sizə ümumi olaraq fundamental vəziyyətini başa salmağa çalışıram ki, siz bazarın vəziyyətini anlayasınız. Belə dostlar, bugünkü videomuz bu qədər. Dediyim kimi BIX birjasının deməli qeydiyyat linkini paylaşsam, həmçinin referans kodunu da paylaşsam ki, müəyyən mükafatlar əldə edə bilərsiniz. Belə bugünkü video bu qədər. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.